Hoş görmüşsünlər, maraqlıdır. Bu dəqiqə, bax bu nədir? Bax bu nədir? Bəli. Həmişə idman edən, hamıya sağlam həyata çağıran, ölkənin əsas idmandan başqa eyni zamanda həm də mentor olan neçə nəfər var. Həm idmançı yüksək performans göstərən, həm də mentor olan bizim Firdovsi Kərimovadır. Amma bu dəfə baxın, sizi bizə gətirən səbəb var. Niyə? Çünki idman çox güclü edilən idmanlar bəzən orqanizmdə kortizol hormonunu aktivləşdirir, stres hormonu ki, siz necə də orqanizmə istirahət vermə mərhələsindən çıxıb artıq. Sizi mən tanıyıram, sizin həyatınızda passion'dır da, yəni idmanın müxtəlif növləri var və çox passion dərəcədədir doğrudan da. Bir də ki, sizin qidalanma planınız da səhv idi ki, indi bu səhvləri burada istəmirəm, açıqlayım. Vaxt gələcək biz bundan danışacağıq. Ciddi arıqlama proqramına keçmişik və keçiddən öncə biz toksinləri drenaj edirik. Fred müəllim. Çünki toksinlər lipofilikdir və lipofilik olduğu üçün hər artıq yağ toxumasını sevirlər. Toksinlər sevirlər. O yüzden də bizdə artıq yağlar var, bilirsiniz və hətta biz analizlər verdik sizdən ciddi. Orada ümumi protein də mənim xoşuma gəlmədi. Baxmayaraq ki, ciddi idmanla məşğuluq. Orqanizmdə lipogenez prosesi sürətli gedəndə, yəni yağ yaranma sürətli gedəndə artıq əzələ toxumasına imkan vermir. Yəni əzələ toxumasının toplanmağa orqanizmdə mane olur həmin bu yağ toxuması. O yüzden də buradakı biokimyəvi pozuntuları həll etmək üçün ciddi işlərə başlayırıq ki, ilk seansımızdır, uğurlu olsun. Xeyir olsun.